Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə məktəbə yaxın ərazidə ATV-lər deyilən məhəllədə gözəl 2 mərtəbəli tam təmirli ara mərtəbəsi monolitlə olan bir həyət evində satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırdım. Gördüyünüz kimi bu evin qıraqdan xarici görünüşüdür. Ev geniş otaqlı evdir. Gördüyünüz kimi həyətyanı sahəsidir. 2 dənə rahat maşın daxil ola bilər. Hətta belə 3-ü daxil ola bilər. Yan tərəflərini belə keçmək mümkündür. Evin ara mərtəbəsi monolitdir. Ev tam təmir vəziyyətdə, ideal vəziyyətdə təmir olmuş bir evdir. Yeri gözəl yerdədir, nəmişlik olmayan ərazidə yerləşir. Demək, girən kimi bura dəhliz hissəsidir. Yuxarı belə işıqla asma tavandan yığılıb. Ev həqiqətən çox gözəldir. Ayaq altılar döşəmələri istif oldu. Gördüyünüz kimi də qranit mətinaqdan yığılıb. Bax, buradan sol tərəfdə arka ilə belə geniş bir zaldır. Bu hissəsi tam zaldır. Eni 4 metr hardasa rahat var. 4-dən də genişdir. Uzunluğu 7-8 metr var. 30-35 kvadrat rahat var. Yəni, bunu nəzərinizə çatdırım, hörmətli izləyicilər. Gördüyünüz kimi də ev həqiqətən ara mərtəbəsi də yuxarılarda monolitdir. Monolitin də üstünlüyü, yəni bir səsin bir-birinə, yəni aşağı yuxarı hissəsi bir-birinə getmir. Burada sağ tərəfdə mətbəx hissəsidir. Mətbəx də gördüyünüz kimi genişdir. Hardasa təxminən 16 kvadrat olar, 4-ün 4-ə. Birbaşa mətbəxdən də çölə bir qapı qoyulub. Ev sahibi gördüyünüz kimi də darvazası da, giriş darvazası da elə çöldən görsənir. Buradan pultdan idarə olunan darvazadır. Əlavədə əl qapısı var. Burada mətbəxdir. Mətbəxdə geniş ürək açan əlverişli. Demək, bu hissəsi, hörmətli izləyicilər, sanuzeldir. Birinci mərtəbənin sanuzeldir. Yuxarılarda asma tavandan yığılıb. Ayaq altılar yenə döşəmələri istif oldu. Qalxırıq yuxarı. İkinci mərtəbəyə pləkanların əl tutacaqlar gördüyünüz kimi şüşədən yığılıb, sərgəli, səhmanlı yığılıb. Gördüyünüz kimi, hörmətli izləyicilər, bu hissəsi də bax belə ikinci mərtəbədir. İkinci mərtəbəndə döşəmələri istif oldu, ev istif olunan, yəni təchiz olunub. Bunu da nəzərinizə çatdırım. Bax, bura demək, aşağıda bir zaldır. Bu 1 otaq, 2 otaq, 3 otaq, 4 otaq, 5 otaqdır cəmi. Demək, çıxan kimi, bax, buradan çıxdıq. Gördüyünüz kimi, evdə hal-hazırda təmizliklər gedir. Çıxan kimi sağ tərəfdə, burada. İkinci mərtəbənin sanuzeldir. Yuxarılar asma tavanlı. Burada geniş bir yataq otağıdır. 4-ün 5-ə, 20 kvadratı. Otaqları geniş ürək açan. Gördüyünüz kimi, hörmətli izləyicilər, evlər paduqasız yığılıb. Düz tabana qədər aboylar vurulub. Başqa modelində yığılıb. Gördüyünüz kimi, qapılar da zövlü, qapılardan istifadə olunub. Burada yenə də bir 4-ün 6-ya geniş bir yataq otağıdır. Burada bir uşaq otağıdır. 4-ün 3-ə 12 kvadratlıq geniş bir yataq otağıdır. Gördüyünüz kimi, hörmətli izləyicilər, ev həqiqətən çox zövqlü formada təmir olunub. Aboylar da qəşəngdir. Döşəmələri yenə istif oldu. Sonda burada bir yataq otağıdır. Təxmini hardasa 3.50-ni 5 metrə zada olar. Burada da bir dənə xudmani balaca bir. 2 dənə böyük otaqdır. Biri balaca otaqdır, bir də ondan biraz böyük otaqdır. Gördüyünüz kimi, hörmətli izləyicilər, bax, burada da nə varsa hamısını təqdimatda çəkdim, göstərdim. Hörmətli izləyicilər, kimlər evini satmaq istəyirsə, 055 389 3808 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmana köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətə evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırıb, kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Sənədi, bələdiyyə sənədidir. Bunu da nəzərinizə çatdırım, hörmətli izləyicilər. Evin, demək, ara mərtəbəsi monolitdir. 202, 92, 170 maçlarına yaxındır. Bunu da nəzərinizə çatdırın. Məktəbin düz yaxınlığındadır. Evin qiyməti 175 min start qiymətdir.
Real alıcısı indirim olmağına olacaq. Birbaşa sahibindən görüşəcəksiniz. Son sözü hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.